Danışıq dili üçün qrammatika dərslərinə davam. 5-ci dərsdir bu dərsim. Bu dərsdə qısa şəkildə present continuous, yəni indiki davam edici zaman. Bu zamanın tələb etdiyi cümlələrdən danışacağıq. Nə zaman tələb olunur indiki davam edici zaman? Əgər hər hansı bir hərəkəti bu an, bu dəqiqə, indi ediriksə, onda bizə present continuous lazım olur. Qayda isə belədir. Quruluş belədir. I am, you are, he, she, it is, we are, you are, they are, plus verb, yəni fiil, plus ing, yəni ingli bir danışığımıza, söhbətimizə, cümləmizə uyğun ingli bir fiil. I'm learning English now. İndi ingilis dilini öyrənirəm. Now işlətməsək də olar, çünki onsuz da cümlənin quruluşu bunun bu dəqiqə olduğunu göstərir. I am learning hissəsi. She is cooking dinner. O yemək bişirir, naharını bişirir. Bu dəqiqə edir onu. Bu dəqiqə görürəm ki, o bunu edir. Qısa bir dialoq ilə indiki davam edici zamandan istifadə edək. What are you doing? I'm studying. Oh, really? I'm watching TV. Əgər biz artıq bu dəqiqə nə etdiyimizi deyə biliriksə, bundan sonra nəticəsi məhz bu günlərə aid olan, nəticəsi bitmiş olan, göz qabağında olan hərəkətləri bildirə də bilərik. Bunun üçün bizə present perfect lazımdır. Gözümüzün önünə gətirək, ayaqqabılarımız 10 dəqiqə əvvəl çirkli idi və biz onu təmizlədik. Nəticə göz qabağındadır, ayaqqabılarımız par-par parıldayır. Bax, burada ayaqqabılarımızı təmizlədiyimizi, yəni artıq mən ayaqqabımı təmizləmişəm cümləsini demək istəyiriksə, bizə məhz present perfect, yəni indiki bitmiş zaman lazımdır. Yəni, bax, işimi görüb qutarmışam və nəticə göz qabağındadır. Cümlə quruluşu belə olacaq. Have və ya has, şəxslərə görə have və ya has, plus feilin 3-cü forması. Ümumiyyətlə, feilin 3 formasını əzbər bilmək lazımdır. Mütləq. İndiki bitmiş zamana qədər bunu edib qurtarsanız, daha asan olacaq sizin üçün ingilis dilini öyrənmək. Əgər quruluşu anladınızsa, onda öncə deyərək, mən səhər yeməyini artıq yeyib qutarmışam. Yəni, nəticə göz qabağındadır. Məsələn, boşqabda heç bir səhər yeməyinə aid heç nə qalmır. Onda cümlə belə olacaq. I have eaten breakfast.